Gecələr hamınızı xoş gördük dərhal və yenidən. Artıq 3-cü qrupun tarix suallarını izah edirəm öz formamda. Dostlar, onu qeyd edim ki, ümumilikdə tarix çox çətin düşmüşdü. Həm 2-də çətin düşmüşdü, həm 3-də çətin düşmüşdü. Belimizi qırdılar. 2 il əvvəl də belə eləmişdilər. Yenə eyni şeyi təkrarladılar. Əvvəlcədən uğur arzulayıram hamınıza. İndi isə keçək sualların izahına. Bir şey də qeyd edeyim ki, İkinci qrupun belə deyim, suallarla eyni olan sualları biraz tez, sürətli izah edəcəm. Yeni fərqli sualları ayrıntısına qədər izah edəcəm dostlar. 31-ci sualda deyir ki, hadisə nəticə əlaqələri arasında uyğunluq pozulmuşdur. Şəki xanlığında Səlim xanın hakimiyyətə gəlməsi, Şamax xanlığı uğrunda Qubalı Fətəli xandan mübarizəsinin aparılması. Bu səhv variantı nəyə görə? Birinci növbədə Şamaxı xanlığı uğrunda Qubalı Fətəli xandan mübarizənin aparılması Hüseyn xanın hakimiyyətə dövrüdür. Yəni bir şey qeyd edeyim ki, Səlim xanın hakimiyyətə gəlməsi 1795-97 aralığıdır. Onda da Qubalı Fətəli ölmüşdür. Yəni bu səhvdir. Bizə də səhv istəyirdim. Biri götürürük. Bayat savaşı baş vermişdi 1748-də. Qubalı Fətəli 58-də hakimiyyətə gəlibdi. Bu bir. İkincisi iş, Bayat savaşının Qubalı Fətəliyə dəxli yoxdur. O Qarabağla Şəki arasında olmuşdu. Bu da səhvdir. Bunu da götürürük. Gəncədə Cavad xanın hakimiyyətə gəlməsi, xanlığın müstəqilliyin möhkəmləndirilməsi düzdür. 1786-cı ildə baş vermişdi. 1802-də Georgiyevsk müqaviləsinin imzalanması, Rusiyanın müqaviləni imzalayan xanlıqlara vədlərini yerinə yetirməməsi, bəli, vədlər vermişdi ki, sizi qoruyacağam, amma bu vədləri yerinə yetirməmişdi. Baxaq. Kürəkçay müqaviləsinin imzalanması, Şəki xanlığının daxili müstəqilliyinin ləğv edilməsi variantı isə səhv variantdır. Çünki Kürəkçay 1805-dir. Şəkinin daxili müstəqilliyinin ləğvi 1819-cu ilə aiddir. Yekun cavabımız olur 1, 2, 5, C variantı. 32-ci sual digər testdən oxşar xüsusiyyəti olduğu üçün bunu biraz sürətli izah edəcəm. Paleolit, mezolit dövrlərinə aid oxşar cəhət, istehlak təsərrüfatının mövcud olması, qadınların cəmiyyətdə mühüm rol oynaması və insanların mağarada məskunlaşması idi. Mikrolit alətlərdən istifadə mezolitə aiddir, paleolitə aid deyil. Əkinçiliyin əsas məşğuliyyət sahəsi olması neolitə aiddir. Paleolitə onun dəxli yoxdur. Mezolitə heç olmasa ibtidai forması yaranmışdı. Yəni yekunda cavabımız 1, 2, 3 olur. 33-cü sualda dostlar, Baharlı deməli Cahanşahdan söhbət gedir. Yəni Qaraqoyunlu Cahanşah. Daxili xarici siyasət diqqət eləməliyik. Hər bir islahatın keçirilməsi Cahanşaha aid və daxili siyasətinə aiddir. Hakimiyyətə qarşı qiyamın baş verməsi və bu qiyamın yatırması aiddir. Xüsusilə də o deyək ki, getmişdi. Herat müqaviləsini imzalayıb qayıtmağa məcbur olur burada. Həsənəli ilə Pirbudağın üsyanına görə və gəlir yatırır üsyanları. Teymurlərlə müharibə Cahanşahda var, amma daxili siyasətə aid deyil, xarici siyasətə aiddir. Bir də yarımköçmə əmirlərə qarşı mübarizənin aparılması daxili siyasətdə doğru cavabdır. Biri aiddir A, B, D. Xarici siyasəti Herat sülhünün imzalanması, bayaq bundan danışdım, 1459-da Əbu Səidlə imzalanır, xərac alıb geri qayıdır. Venesiya ilə ittifaq yoxdur. Şirvanşahlarla ittifaqın qurulması var 1460 Samur döyüşündə. Qızıl Orduya qarşı mübarizənin aparılması isə yoxdur. 1 aiddir A, B, D, 2 aiddir A ilə C, cavab olur D variantı. Sonra dostlar 34-cü sual hər iki testdə var. Yəni onu bayaq izah eləmişəm. Yenə də deyim 6-cı əsrin ikinci yarısı tarixi üçün Mehranilər 630-da hakimiyyətə gəlib 7-ci əsrə düşür. 629-a qədər, 510-dan 629-a qədər yerli hökmdarlar idarə eləməyibdir. Sasani mərzbanları idarə edib. Ona görə 2 də səhvdir. Şimal canişinliğinə tərkibinə daxil olması düzdür. Elə yalnız 3 olur cavab variantı. Müsəlman olmayanlardan cizyə vergisinin alması Sasanilərə aid bir xüsusiyyətdir. Yəni bu dövr ümumiyyətlə Albanlar Sasani mərzbanları tərəfindən idarə olunurdu və bu cizyə söhbəti isə belə deyək ki, Ərəb ağalığı dövründə baş vermişdi. Yəni yalnız 3 olur A variantı. 35 fərqli sualda 2-ci Dünya müharibəsi daxil olduqdan sonra ABŞ, yəni 41-ci dekabrından sonra Lend-Lizin imzalanması, qəbul edilməsi 41-in martındadır. Bu həmin dövrdən əvvəlkinə düşür, götürmürsən. Azadlıqlar Xartiyası, Atlantika Xartiyasının imzalanması 41-in avqustudur. Müharibəyə girməzdən əvvəlki dövrə düşür deyən götürmürsən. Amma Yaponiyaya qarşı müharibəyə başlaması, hərbi əməliyyatlar elə əslində o Yaponiyaya görə qoşulmuşdu. Yaponiyanın onun ərazisinin bombalamasına görə bu düz. Midway döyüşü 42-ci ildə qələbə qazanıb düz. 44-cü ildə 2-ci cəbhənin açılmasında da iştirak edibdi. Konfrans keçirmişdi bundan bağlı Tehran. Bu da düzdür, cavabımız olur 3, 4, 5 D variantı. Heydər Əliyevlə bağlı bayaq sual düşmüşdü.
Qısa deyirəm ki, Paris səfərinin nəticəsində 90-cı ildə qəbul edilmiş Paris xartiyasını imzalayır. 93-cü dekabrında baş vermişdi bunun səfəri, onu deyim. Birdən hamı deməsin ki, bu Paris 90-da imzalanıb axı. Söhbət 90-da imzalanan, belə deyim, hazırlanan, yəni qəbul edilən Paris xartiyasının imzalanmasından gedir. Bir də BMT-yə dair öhdəliklərin əməl ediləcək, yəni Azərbaycanın BMT nizamnaməsinə əməl edəcək. 1-2 olur dostlar, cavab A variantı olur. 37-də bayaq demişdim, təkrar edirəm, ulusun, yəni o halinin oxşar xüsusiyyəti Assuriyan ittifaqının bərpa edilməsi, yəni bunu dəfələrlə demişik. Toplu sualıdır bu, çiynənmiş sualdır. Cavab B variantı olur. 38-də Romada plebeylərin patrislərlə mübarizəsinin nəticəsi. Deməli dostlar, plebeylərlə patrislərin mübarizəsinin nəticəsində bir neçə şey saya bilərik. Belə ki, patrislər güzəştə gedirlər, çünki orduda xidmət eləmək istəmirdilər plebeylər və s. və nəticədə 5-ci əsrdə plebeylər xalq tribunu seçə bilərdilər. Eyni zamanda 3-cü əsrdə vətəndaşlıq hüququ almışdılar. Yəni burada plebeylərin vətəndaşlıq hüququ alması, tam hüquqlu Roma vətəndaşı olmuşdular. Yəni D variantı doğru cavabdır. 39 oxşar sualdır. 1-ci Süleyman hakimiyyət dövrünə aiddir burada. İspan donanması 1541-də məğlub edilməsi, 1555 Səfəvilərlə müqavilə imzalaması Amasya, bir də Moxac 1526-cı qalib gəlməsi, 2, 3, 5 cavabımız olur D variantı. 40-cı sualda bayaq yenə izah eləmişdim. Konstitusiyaya görə qanunverici hakimiyyət deməli bir icra hakimiyyətini yoxlaya bilərdi, bir konqres adlanırdı. İcraedici hakimiyyət prezident rəhbərliyi eləyirdi, bir dənə bu gedir. Məhkəmə hakimiyyətinə də bir dənə nə gedirdi oradan? Qanunlara riayət eləyirdi. B-nəcə isə doğru olmur. Yəni mən çalışıram dostlar, qısa deyim. Əgər ətraflı qulaq asmaq istəyirsinizsə, ikinci qrupun suallarının izahına keçib baxa bilərsiniz. Yekunda burada cavab olur elə A variantı. 41-ci sualda oxşar sualda Şəddadi dövlətinin ərazisi işarələnmişdi və Şəddadi dövlətinə aid xüsusiyyət burada Oğuz Səlcuqlarla ittifaq qurması və Bizans erməni gürcüləri məğlub eləmələridir. B variantı olur doğru cavab. 42-ci sual dostlar yeni sualdır, yəni ikinci qrupda yox idi. 17-in ikinci yarısında Azərbaycanın dövlət idarəsində iştirak etmiş vəzifəli şəxslər sırasına aid olmayanları seçdi. Bir Sancaq bəydir. Bu Sancaq bəylər Osmanlı ağalığı dövründədir. Məsələn, deyək ki 1578-dən 90-a qədər qeyd edilir. Əslində orada 1603-ə qədər qeyd edilir. Çünki müxtəlif dövrdə azad olma söhbəti vardı. Yəni yekunda Sancaq bəyi Osmanlı dövrünə aiddir, Səfəvi dövrünə aiddir. Pristo 17-ci əsrə düşmür. Bir-biri götürürəm, bir də Noyon götürürəm. Noyon da Monqollar dövrünə aiddir. Vəzir vilayətlər bəylərbəyliklərin yanında vəzir var idi. Maliyyə işlərinə baxırlar, birbaşa divana tabe idilər. Qolbəyi mahalları idarə edirdi. Bəylərbəyi də bəylərbəyliyi. Cavabımız 1-4 olur buradan. O da olur Y variantı. 43-cü sualda dostlar deyir ki 70-ci il islahatı 47-ci il islahatından fərqli olaraq. Yəni sən burada 70-ci il islahatına aid xüsusiyyətləri seçməlisən. Və birinci növbədə dövlət kəndlərinə aid edilməməsi hər ikisinə var. Çünki hər ikisi sahibkar kəndlərinə aid edilib. Yəni biri götürməyəsən, birlə olanlar çıxıldı. Feodal münasibətlərinə güclü zərbə endirdi, bəli. Çünki burada demək olar ki, kəndlərin müstəqilliyindən söhbət gedirdi. Güya da indi dırnaq arasında. 3 malcəhət vergisinin ödənilməsini nəzərdə tutması yenə hər ikisində var. Ona görə 3-ü də çıxarsam, B variantı ilə D variantı getdi. 2 dediyim kimi doğrudur. 4-ə baxırıq indi dostlar. Kəndliyə öz pay torpağını satın alıb öz mülkiyyətinə keçirmək hüququ verildi. Bəli, bu 70-ci il islahatına aid bir xüsusiyyətdir. Və dostlar, kəndlərə yararlı torpaq payının ayrılmasının nəzərdə tutulması, belə deyək ki, hər ikisinə aid bir xüsusiyyət olduğu üçün bunu oxşar xüsusiyyət kimi götürmürük. Yəni cavabımız olur burada 2, 4, C variantı. Deməli dostlar, 44-cü sualla davam edirik. 44-cü sual əslində bayaqki testdə var idi. Fransa krallığına aiddir burada Jaklar üsyanının baş verməsi 1358-ci ildə. İngiltərə krallığına aiddir böyük azadlıqlar xartiyası 1215-də, 1415-də Azincourt döyüşündə qalib gəlməsi, Səlib yürüşündə iştirak, 3-cü Səlib yürüşündə hər ikisi iştirak edib, hər ikisi də 100 illik müharibədə iştirak edibdi. Yekunda burada cavabımız D variantı olur. 45-ci sual da oxşardır. Ərəblər və Səlcuqlar üçün oxşar xüsusiyyətlər Azərbaycanı özlərinə tabe etmələri idi. Bir də xidmətə görə iqta torpaqlarının paylanması 1-4 rahat sual idi. Bu Y variantı olur. 46-cı sualda bayaqki ilə oxşar xüsusiyyətdir. 1-ci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda 17 avqustunda
Xiyabaninin başçılığı altında ADP təşkil edilmişdir. B variantı olur burada. 47-ci sualda bayaqkına oxşar xüsusiyyətdir. 19-un 40-cı ilin ikinci yarısında görülmüş tədbirlər seç. Burada 46-6 dekabr reskriptinə aid bir tədbir var. Y variantıdır o da. Ali müsəlman silkinin torpaq üzərinə irsi mülkiyyət hüququnun təsdiq edilməsi. Bəli, bu 46-6 dekabr reskriptinə aid cavabımız Y variantı olur. Bayaqki test olduğu üçün qısa keçirəm. Sonra 48-ci sualda yenə Xocavənd işarələnibdir. Xocavənd antiterror əməliyyatları ərazisində sülh məramlar yerləşmişdir. Bir bu düzdür, bir də Amaras monastırı vardı. 3 ilə 4 olur cavab orada. C variantı olur. 49 da bayaqki testlə oxşar xüsusiyyətli dəyərli dostlar. Bizansla Göytürkün oxşar xüsusiyyəti Sasanilərlə bir müharibə, bir də böyük xalqların böyük köçü dövründə yaranması idi. Axund dövlətinə Göytürklərlə mübarizə və 4-cü əsrdə yaranması, Albaniya isə təkcə Rəşidi xəlifələrlə mübarizə, Bizansla oxşar xüsusiyyət. İndi variantı tutuzdurmağa çalışıram əziz dostlar. Səhv eləmirəmsə A variantı olmalıdır. 2-yə A, C, yox, A variantı olmur. Hindistan çünki yalnız Axuna aiddir. 1-ə AB aid olanda, bəli, C variantı çıxır. Hə. Biraz qarışıqdır, ona görə əslində bayaq izah etmişəm də. Sonra dostlar, 50-ci sualda bayaq var, səhv eləmirəmsə 50-ci illərə aiddir. Bir dənə orada Azərbaycanlıların Ermənistandan köçürülməsi 53-cü ilə qədər davam eləmişdi. 1-ə C gedir. 20-ci əsrin 60-cı illərinə aiddir. Bir 62-də MAQ-ın yaradılmasıdır. Bir də icbari 10 illik təhsil 66-dır. Dövlət dili məsələsi 56-cı il konstitusiyasına əlavə olunmuşdu. Bayaq bunu vurğulamışam ki, 20-ci əsrin 50-ci illərdə yeni konstitusiya yoxdur. Yekunda deməli 50-də cavab olur 1C, 2AB, D variantı olur. 51-də bayaq izah eləmişəm, Qızlarstana aid olmayan xüsusiyyət paytaxtın Həmədana köçürülməsində o Məhəmməd Can Pəhləvana aiddir. 52-də bayaq izah eləmişəm ki, Səlcuqların hücumu məsələsini çıxdaş eləməlisin. Cavab qalır onda elə burada nə qalmışdı? A variantıdır bu hissədə. 1D, 2B, 3C, 1 ilə işarələnmişdi Dərbənd, 2 ilə işarələnib Təbriz, 3 ilə işarələnib Şamaxı. Deməli 53-də oxşar xüsusiyyətdir. Tiflis ilə Bakı dövrünə aiddir. Milli Şuranın fəaliyyət göstərməsi, qonşu dövlətlərlə, məsələn Tiflis dövründə Osmanlı ilə, Bakı dövründə belə deyək ki, Gürcüstanla müqavilə imzalanıbdır. Bir də Xoyskinin başçılığı altında hökumətlər, birinci hökumət Tiflis dövrüdür, üçüncü hökumət Bakı dövründə təşkil edilmişdi. 54-cü sualda dostlar oxşar xüsusiyyəti 1-ci Aleksandr və 1-ci Nikolayın fəaliyyətinə aid ümumi cəhətlər. Bir Fransa ilə mübarizə. Nikolay Fransa ilə Krım müharibəsi dövründə mübarizə aparıb. Aleksandrda Borodino döyüşü misal göstərə bilərik. Qacar dövlətinə də hər ikisi mübarizə aparıbdır. 1-ci, 2-ci Rus Qacar misal göstərə bilərik. 1-2 olur cavab. 55-də xronologiyanı bayaqda düzmüşdük. Yenə təkrar edirik. Burada birinci gəlir deməli Hülakülərlə mübarizə 3, sonra İslam dininin qəbul edilməsi 14-cü əsr 1, onun ardınca Toxtamışın Təbrizi tutması 1385, axırda isə 1480 Uqra görüşündən söhbət gedir. 56-da 2-3 olur dostlar, onu da bayaq izah eləmişəm. 57-də bayaqki testlə demək olar oxşardır. Burada bir iki dənə variantda dəyişiklik ediblər. Məhəmməd Xudavəndiyə burada aiddir. Niyazabad döyüşü 1583-cü ildə baş vermişdi. Bir də Molla Həsənin döyüşündə Krım xanının məğlub edilməsi idi. Bu da 78 noyabrındaydı. 1-ci Abbas'a Azərbaycan bəylərbəyliyin yaradılması 1593-cü ildə baş vermiş hadisə idi. Bir də Xorasanın geri qaytarılması 1599-cu ildə idi. İkinci bəzi isə heç birinə aid deyil. Çıxdaş eləyirik. Gəlmişik indi o dananın quyruğunun qopduğu yerə, situasiyaya bax, elə bir mega situasiya salıblar. Dostlar, situasiyanı oxuyursunuz. Mən vaxtınız yetməsin deyə oxumuram. Deməli, niyə ərəb dövlətləri müharibəyə başladı? Yəni məqsəd nə idi? Bundan əvvəlki müharibədə itirilmiş torpaqların azad edilməsi, yaxud İsrailin işğal etdiyi torpaqları azad etmək, yaxud itirilmiş torpaqları azad etmək, bu şəkil yazmaq lazımdır. 59-da deyir ki, buna bax elə. Deyir ki, mənbədə verilməyən siyasi və iqtisadi amili yazın. Siyasi amil onu yazması ki, yəni nə göstərir ki, bu beynəlxalq miqyas aldı da. Siyasi amil oldu ki, SSR ərəb dövlətlərini dəstəklədi, ABŞ da İsraili dəstəklədi. Yəni böyük dövlətlər müdaxilə eləmişdi bura. Bu da regional müharibədən, əslində regional müharibə hesab olunurdu belə miqyas cəhətdən, amma sonra beynəlxalq miqyas alır. Və iqtisadi isə neftdən ilk dəfə təsir vasitəsi kimi istifadə olunur dostlar. Bunu yazmalıydınız. 60-cı sualda Misir üçün 2 nəticəsini yazın. Kemp-David sazişinə görə Sinay yarımadası Misirə qaytarılır. İsrail Misirin müstəqilini tanıyır. Bir də orada yazmaq olardı ki, ərəb dövlətləri Misirin bu hərəkətini bəyənmirlər, ona görə də Misirlə əlaqələri kəsirlər. Əziz abituriyentlər, bu hissənin cavabından razı qalmasanız, yəni əhatəli olmamış olsa, sizi qane eləməsə,
girib ikinci qrupların sualların izahına yenidən baxa bilərsiniz. Sizə uğurlar arzulayıram. İmtahanın çətin düşməsi sizin üçün hər şey demək deyil. İkinci şans var. İkinci şansı dəyərləndirə bilərsiniz. Əgər ikinci şansı məndən dəyərləndirmək istəyirsinizsə, burada da bir özü reklam getsin. Mənlə dəyərləndirmək istəyirsinizsə, nömrəmlə əlaqə saxlaya bilərsiniz, rəy yaza bilərsiniz. Özünüzə yaxşı baxın. İkinci şans imtahanına görüşmək ümidi ilə sağ qalın.